Ve bu bölümde 13. hadis müellif rahimehullah zikredilir. El-Mücahede bölümünde. An Ebi Abdillah. Yani Ebi Abdullah'dan gelmişti ki ve yukal Ebu Abdurrahman. Savben Mevla Resulullah sallallahu aleyhi ve sellem. Peygamber sallallahu aleyhi ve sellem'in kullarından biri olan Ebu Abdurrahman adı Savben oldu. Savben. Deyir ki, eşittim ki Allah'ın Resulü sallallahu aleyhi ve sellem deyir. Aleyke bi kesreti sucud. Sənin üzərində çoxlu səcdə eləmək. Yəni, çoxlu səcdə eləmək. Fə innəkə lən təscudə lillahi səcdətən illə rafa'əkə Allahu bihə dərəcətən. Sən Allaha hər səfər bir səcdə elədikdə, onunla Allah təala sənin bir dərəcəni qaldırır. Və sənin bir xatanı silir. İnsan yəni hər səcdə elədikdə dərəcəsi qalxır, bir dənə də xatası silinir. Hədisi Müslim rivayet etmiştir. 14-cü hədis Ebu Safvan Abdullah ibn Busr el-Əslami radıyallahu anh deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. İnsanların en xeyirlisi ömrü uzanıb, əməli gözəl olandır. Ömrü uzundur, əməli də gözəldir. Hadis Həsən. Yaxşı. Şərhdə İbn-i Ütheymin rahmanullah deyir ki, müəllif rahmanullah burada Səvbən, Peyğəmbər sallallahu qolu olan Səvbəndən hədis nəqilləmişdi ki, o Allahın Resulü sallallahu aleyhi ve sellem'ə eşitmişdi ki, deyir ki, sənin üzərində çoxlu səcdə, yəni çoxlu səcdə ilə gələnsən. Yəni öz nəfsini, özünü çox səcdə etməyə lazım etkəni. Sən hər səfər Allaha bir səcdə elədikdə sənin bir dərəcəni qaldırın onunla, bir xatanı yerə qoyur. Yəni bir günahı bağışlayır. Yəni. Bu hədis, bu keçən hədis ki var, Rabiyyət ibn Məlik Əsləmi, o da Peyğəmbər sallallahu aleyhi ve sellem'ə demişdi ki, bundan qabaq şimdi keçən hədisi bilirsiniz də, demişdi ki, səninlə cənnətdə bir olmaq istəyirəm. O da demişdi ki, öz nəfsini çoxlu səcdə etməklə məşğul etkinən. Burada dəlil vardı ki, insana lazımdır ki, səcdəni çoxaltsın. Artıq bizim üçün çox səcdə eləmək keçmişdir. Çox səcdə eləmək, çox rukunu özündə lazım edir. Qiyami, çox qiyamda durmağı, həmçində quvud oturmağı. Çünki sən səcdə dedikdə, səcdə bir rükədin ən axırıncı əməlidir də. İnsan qiyamda durur, ruku edir, sonra oturur və səcdə edir. Bu formada da. Çünki hər bir rükətdə iki səcdə var, bir ruku var. Mümkün deyil ki, sən bir dənə ruku ilə bir ruku edəsən, 3 dənə səcdə edəsən və ya 4 dənə səcdə, mümkün deyil. Bu halda kəsrət-i sucud nə edir? Lazımdır ki, kəsrət-i ruku, çoxlu ruku edəsən, vəl-qiyam, vəl-qu'ud. Yəni, çox səcdə eləmək, yəni bu şeyləri özündən lazım edir. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bəyan eləmişdi ki, insan üçün hansı savab vardır bu əməl etdikdə, yəni bu səcdəni etdikdə. Yəni, hər səfər səcdə elədikdə, onun üçün iki böyük fayda hasil olur. Birinci fayda odur ki, Allah Teala onun bir dərəcəsini qalır. O səcdəyə görə onun bir dərəcəsini qalır. Yəni, Allah yanında və insanların qəlbində onun mənzili olur, dərəcəsi olur, yeri olur. Və kəzəlikə fi əməlikə salih yərfəuka Allah bihi dərəcə, həmçində salih bir əməl elədikdə Allah Teala sənin dərəcəni qaldırır ondan. İkinci odur ki, sənin xatanı bağışlayır. Vəl-insanu yəhsulu lehul kəməl bizəvali mə yəkrəhu və hasulu mə yuhib. İnsanda nə vaxt kamillik hasil olur insana? Xoşlamadığı bir şeyi getməsi və sevdiyi bir şeyi hasil eləməsi. İnsan onun üçün kamillik nə vaxt hasil olur? Bizəvali əlləzi yəkrəhu. Yəni, xoşlamadığı bir şey getməsindən. Yəni, insan həqiqətən xoşlamadığı bir şey aradan gedəndə sevinir insan. Yəni. Həmçində istədiyi bir şey alınanda, baş verəndə insan kamil olur. Fərəfə'd dərəcət mimə yuhibbuhul insan. Yəni,
dərəcələrin qalxması da insanın sevdiyi şeylərdəndir. Yəni hamımız bizlərdən hamısı istəyir ki, onun dərəcəsi yuxarı olsun. Yəni vel xataya mimma yekrahul insan. Xatalar da insan xoşlanmadığı şeydir. Yəni bizdən biri istəmir ki, xatakar olsun. Yəni kimsə ona desin sən səhvsən, bax buna oxşar. Əgər onun bir dərəcəsi qalxırsa da, bir xatası yerlə qoyulursa da, onun istədiyi bir şey hasil olur onun üçün. Qorxduğu şeydən də nicat tapmış olur. Amma Abdullah ibn Busur'dan gələn hədisdə isə nə demişdi? Demişdi ki, hədisin davamı olaraq insanların xeyirlisi ömrü uzanıb, əməli gözəl olandır. Hədis Buxari Müslim rivayet eləmişdir. Bu deyir, insanların xeyirlisidir. Həqiqətən insan hər səfər ömrü uzandıqca Allaha itaətdə, onun Allaha yaxınlaşması daha da artır. Axirətdə dərəcəsi daha da çoxalır. Yəni, bütün əməl ki, insan edir, hansı ki, o ömrü uzandıqda Allaha yaxınlaşdıran, Rəbbinə yaxınlaşdıran əməl edir, o kəs insanların ən xeyirlisi bu iki işə müvəffəq olandır. Ömrü uzanır və əməli gözəlləşir. Bu iki işdə müvəffəq olandır. Amma ömrün uzanması, o deyir, Allah Taala'dandır. Və leysə lil-insani fi təsarruf. Yəni insanın heç bir idarəçiliyi yoxdur. Sənin ömrünü nə uzatmağın, nə qısaltma sənin əlində deyil, yəni. Çünki deyir, ömürlər Allah Azze və Celle'nin əlindədir. Amma əməli gözəlləşdirmək bu insanın imkanındadır. İnsan istəsə əməlini gözəlləşdirə bilər. Çünki Allah Teala ona əql veribdir, kitablar nazil edibdir, peyğəmbərlər göndəribdir. Onlara hüccəti bəyan edibdir və hüccəti qaldırıbdır. Və hər bir insan bacarır ki, salih bir əməl eləsin. İnsan salih əməl elədikdə hər səfər, həqiqətən Peyğəmbər sallallahu demişdik, xəbər vermişdi ki, bəzi salih əməllər vardır ki, insanın ömrünün uzanmasına səbəbdir. Onlardan biri qohumluq əlaqəsini birləşdirmək. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, kim istəyərsə ruzusu çoxalsın və onun gözəl əsəri qalsın, qohumluq əlaqəsini birləşdirsin. Yəni, ruzusun çoxalmasının, ömrünün uzanması, belə deyək də, o qohumluq əlaqəsini birləşdirməyə bağlıdır. Qohumluq əlaqəsini birləşdirmək ömrün uzanma səbəblərindəndir. فَإِذَا كَانَ خَيْرُ النَّاسِ مَنْ طَالَ عُمْرُهُ وَحَسُنَ عَمَلُهُ. Əgər insanların ən xeyirlisi ömrü uzanıb, əməli gözəl olansa, onda insana lazımdır ki, Allah Azze və Celle'dən həmişə daimən istəsin ki, onun ömrünü uzadıb və əməlini gözəl edənlərdən etsin. Hətta bu insanların ən xeyirlisi olsun. Həmçinin burada dəlil vardır ki, təkcə ömrün belə uzanmasında xeyir yoxdur insan üçün. Yalnız əməli gözəl olarsa da. İnsan vardır ki, 100 yaş yaşayır, heç kimə lazım deyil o insan. Sadəcə bir say kimi qalıbdır ortada. Əuzubillah. Bəzi hallarda deyir, ömrün uzanması insan üçün şər və zərər olur. Necə ki, Allah Azze və Celle Təbərək və Teala deyir ki, küfür edənlər elə hesab eləməsinlər ki, ennəmə numli ləhum xeyrun lənfusihim. Onlara biz möhlət verməyimiz onlar üçün xeyirlidir. İnnəmə numli ləhum liyezdədu ismən və ləhum azəbun muhin. Yəni, onlara o möhləti verir ki, onlar günahı artırsınlar və onlar üçün alçaldıcı bir əzab vardır. Bir var əzab, kimsə tutsa əzab verirsən, ağrıdıcı. Var böyük əzab, var ağrıdıcı əzab. Bir də var ki, insanı əzab da görür və alçaldılır da. Bir və birini sındırıb əzab verirsən, bir və sınmadan əzab verirsən. Muhin, yəni ki, əhanət olunaraq əzab olunur. Bu kafirlər ki, Allah Teala onlar üçün bu ruzunu uzatmışdı, afiyət vermişdi, ömürlərini uzatmışdı, evlatlarını, zövcələrini. Bunlar üçün heç bir xeyri yoxdur. Lakin onlar üçün şərdir, Allah qorusun belə şeylərdən, yəni bizlər, bütün müsəlmanları. Çünki onların bununla günahı artacaqdır. Və buradan da bəzi alimlər bəyənməmişdilər ki, bir insana uzun ömür dua olunub istənməsi, yəni sənin ömrün uzansın sözü.
Demişler demişler ki demek yine ki Allah seni ömrünü uzatsın. Denen ki Allah Teala seni ona itaat üzerinde saklasın. Çünkü deyir ola bilsin ki insanın təkcə qalması uzun ömründən onun için şər ola bilər. Heç ömür uzanır, heç nə yoxdur yəni. Allah Azze ve Celle'den isterim ki bizleri ve sizleri ömrü uzanıp ve əməli gözəl olan kəslərdən etsin ve sonluğu aqibəti gözəl olan kəslərdən etsin. O da cavaddır, kərimdir. Barakallahu fikum. Gələn səbəb bu bölümdə 15-ci hədis inşallah götürərik.